Bismillah. Quranın nazil olduğu ay Ramazan. Bugünkü mövzumuz fitrə zəkatı haqqındadır. Fitrə zəkatı hər bir müsəlmana vacibdir. Fərzdir. Peyğəmbər sallallahu aleyhi və səlləm yaşından asılı olmayaraq hər müsəlman kişi və ya qadına fitrə zəkatını verməyi buyurub. Fitrə zəkatını bayram namazından əvvəl vermək zəkat kimi məqbuldur. Hətta bayramdan bir neçə gün əvvəl də vermək olar. Bunu bayram namazından sonra vermək isə sədəqə sayılır. Fitrə zəkatı ailəsinin bir günlük yeməyi olan hər bir müslimə vacibdir. Bu zəkatı o, həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, həyat yoldaşı, uşaqları, müslim xidmətçiləri və s. hamısı bura daxildir. Nə qədər fitrə vermək lazımdır? Hər bir müslim ən azı 2 kiloqram 600 qram xurma, kişmiş, arpa, quru süd və yaxud yaşadığımız ərazidə bu qidaların əvəzləyicisi sayılan düyü, qarğıdalı, qreçka, qarabaşaq və s. bu kimi məhsulları fitrə zəkatı olaraq verə bilər. Fitrə zəkatı şəriətdə gəldiyi kimi ərzaqla verilməlidir. Və bunu xüsusi olaraq qeyd edək ki, şəriətdə qaydadır. Fərz olaraq veriləcək şeylər, yəni zəkat, sədəqə, yalnız müslimə verilir. Fərz olaraq veriləcək şeylər yalnız müslimə verilir. Əksər fiqh alimləri məhsulun qiymətini çıxartmağı məqbul saymırlar. Yəni, bunu pulla vermək caiz deyil. Fitrə zəkatı şəriətdə gəldiyi kimi ərzaqla verilməlidir. Fitrəni kimlərə vermək lazımdır? Fitrə zəkatı yalnız kasıb müslimlərə verilməlidir. Ehtiyac sahibi olan müslimlərə verilməlidir. Və mövzumuzun içinə əlavə etdik könüllü sədəqə məsələsini. Könüllü sədəqəni çox vermək müstəhəbdir. Allah Azze və Cəllə buyurur, mallarını Allah yolunda sərf edənlərin halı 7 sümbül verən bir toxuma bənzər ki, bu sümbüllərin hər birində 100 ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah lütfi ilə genişdir, buna layiq olanları biləndir. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləm demişdir, hər gün insanlar səhərə çıxdıqda 2 mələk nazil olar. Onlardan biri deyər ki, Allahım, sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım, xəsislik edib sədəqə verməyənə xəsarət ver. Hədis Buxarıda və Müslimdə qeyd olunub. Müslimin sədəqəsinə ən layiq olan kimsə, onun ailəsi, qohum əqrabasıdır. Allah Rasulü sallallahu aleyhi və səlləm demişdir. Miskinlərə kömək etmək sədəqədir. Qohum əqrabaya kömək etmək isə 2 savabdır. Həm sədəqə, həm də qohumluq əlaqələrini qorumaqdır. Hədis Tirmizidə qeyd olunur. Subhanəkə Allahumma və bihamdik, əşhədu an la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.